Bugün fasiləsiz içməli su ilə təmin olunan əhali 70% təşkil edir. Proqramın icrası nəticəsində bu 95%-ə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. Bu fikirləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramına həsr olunan müşavirədə səsləndirib. Dövlət başçısı vurğulayıb ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Son 20 il ərzində 4 böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə Taxta körpü, Şəmkirçay su anbarlarını qeyd etməliyəm. Bu fikirləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramına həsr olunan müşavirədə səsləndirib. Dövlət başçısı vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə su qovuşan, Sərsəng, Köndələnçay, Xaçınçay və Zabuqçay su anbarları yenidən qurulub. Daha 2 böyük su anbarının, Həkəriçay və Bərgüşatçay su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Prezident İlham Əliyev Bakının və Abşeronun içməli su problemlərinə diqqət çəkib. Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi bu istiqamətdə müəyyən işlər görülüb, ancaq mən hesab edirəm ki, vaxt gəlib çatıb ki, geniş miqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Və bu proqram həm Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Prezident İlham Əliyev vurğulayıb ki, proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Sağğaclaşdırma 100%-ə çatdırılmalıdır. Bugün fasiləsiz içməli su ilə təmin olunan əhali 70% təşkil edir. Proqramın icrası nəticəsində bu 95%-ə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Bugün kanalizasiya xidməti göstərilən əhali 50% təşkil edir cəmi. Proqramın icrası nəticəsində bu 95%-a çatdırılmalıdır. Leysan yağışlar yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda, Azərbaycanda deyil. Ancaq buna baxmayaraq bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. Dənizə buraxılan sular 100% təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan su təmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Bununla yanaşı Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq duzsuzlaşdırma zavodu inşa ediləcək. Sonra Baş nazirin müavini Şahin Mustafayev çıxış edib. Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində Yengicə su anbarının və Oğuz Şəki rayonlarında 108 milyon kubmetr həcmində Əlicançay su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yengicə su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcəkdir. Əlicançay su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edəcəkdir. Şirvan kanalının yenidən qurulması işləri də davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidən qurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək. Daha sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edib. 5 istiqamətli olan Bakı şollardan gələn 2 istiqamətimiz kül təmizləyici qurğularından gələn bizim su mənbəyimiz, Oğuz Qəbələ su mənbəyimiz. Bunları da təkmilləşdirərək onlardan da əlavə suyun gətirilməsini
nəzərdə saxlamışıq və planlaşdırmışıq ki, bu səviyyədə biz həmin o pik səviyyəni 2030-cu ildə artıq əldə etmiş olacağıq və şəbəkə onunla paralel olaraq şəbəkə də genişlədikdən sonra 2040-cı ilə qədər bütün tələbat həyata keçiriləcəkdir və qarşılanacaqdır. Zaur Mikayılov onu da bildirib ki, Bakı və Abşeron yarımadasında 12 yeni kollektorun tikintisi nəzərdə tutulub. Onlardan 7-sində artıq işə başlanılıb. Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan kanalizasiyası, Pirşağı, Gökbatan, Müşfiqabad və Böyükşor istiqamətlərində işlərə ötən ilin ortalarında başlanılıb. Sahil kollektoru işə düşdükdən sonra Bakı buxtasına axıdılan bütün çirkəf su və yağış suları onun vasitəsilə oradan uzaqlaşdırılacaq. İkinci mərhələdə isə Hövsan, Binə, Maşdağa, Türkan, Şüvalan hövzəsi, Ələt hövzəsi, sahil piralahı hövzələri üzrə kanalizasiya kollektorları tikiləcək. Bu işlər də həyata keçirildikdən sonra yarımadanın şərq tərəfində qalan bütün kəndlərin kanalizasiya sistemlərinin şəbəkələri onlara qoşularaq təmizləyici qurğulara yönləndiriləcək. Qeyd edək ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramında Binəqədi və Masazır qəsəbələrində yeni su anbarlarının tikintisi də nəzərdə tutulub.